hörmətli izləyicilər, yeni layihəmizdə hər birinizi xoş gördük. Bugünkü qonağımız Marneoli Bələdiyyəsinin deputatı Aqil Mustafayevdir. Xoş gəlmisiniz Aqil bəy. Çox sağ olun, mən də öz növbəmdə izləyicilərimizi salamlayıram və sizə bu yeni layihənizdə uğurlar arzulayıram. İstəyərdim ki, bu söhbətimizdə biz son illərdə mövcud dəyişikliklərdən və problemlərdən danışaq. İlk olaraq ümumi sualdan başlamaq istəyirəm. Son illərdə bölgəmizdə hansı dəyişikliklər olub? Çox maraqlı sualdır. Son illərdə demək olar ki, bölgəmizdə bir çox dəyişikliklər baş verib. Əlbəttə ki, dəyişikliklər yalnız mənfi və yaxud da ki, müsbət yöndə baş vermir. Biz bunu illərdir şahidi oluruq ki, hər tərəfli dəyişikliklər baş verir. Məsəl üçün, qeyd etmək lazımdır ki, bizim bölgəmiz, Marneoli şəhərimiz, eyni zamanda kəndlərimiz son illər ərzində həm infrastruktur tərəfdən, həm inkişaf cəhətdən bir çox müsbət dəyişikliklər baş verir. Məsələn, artıq şəhərimizə girdikdə görürük ki, şəhərimizdə bir çox böyük, yüksək mərtəbəli binalar inşa olunub və bu yüksək mərtəbəli binaların inkişaf olması bizim bölgəmizdə o deməkdir ki, əhalinin bir inkişafı var, əhalimiz həqiqətən də inkişaf etməkdədir və çox təəssüflər olsun ki, bu müsbət yanaşmalarla yanaşı, eyni zamanda biz bölgəmizdə mənfi baş verən proseslərdən də biz danışmalıyıq. Çünki son dövrlər görürük ki, bölgəmizdə artıq son dövrlər gənclərin ölkəyi tərk etməsi, bölgəmizdə gənclərin Gürcüstanda qalaraq bölgəmizə hər hansı bir bölgədə inkişaf etdirməklə bağlı heç bir son dövrlər layihələri görə bilmirik və bunlar onun göstəricisidir ki, artıq getdikcə yerli özünü idarə etmədə və bu bölgəmizdə əhali üçün maraq dairəsindən əhalinin artıq çıxmaqdadır və bu onu da göstərir ki, yerli özünü idarə etmə hakimiyyət, mərkəzi hakimiyyət və yerli hakimiyyət bunun üçün hər hansı bir addımlar atmır. Və ən çox böyük problemlərdən biri də bugün mən onu görürəm ki, hakim partiyanın və mərkəzi hakimiyyətin də özünün də öz dili ilə qeyd etməsidir ki, ölkədə yoxsulluğun sayının həddən artıq artması və insanların sosial vəziyyətini daha da çətinləşdirməsi onun göstəricisidir ki, ölkəmizdə və bölgəmizdə mənfi və müsbət dəyişiklikləri biz nəzərə alanda təəssüflər olsun ki, görürük ki, mənfi dəyişikliklər daha çoxdur, nəinki müsbət yönlü. Biraz da sistemin özündən danışaq. Bəs Marneolidə yerli idarə etmə necə işləyir? Marneolidə yerli idarə etməyə dəfələrlə biz bununla bağlı bir çox ictimai verilişlərdə, xalqın içində bununla bağlı müzakirələr aparırıq. Yerli özünü idarə etmənin elə fundamental inkişafı və vətəndaşlara yaxşı güzaranı gətirə bilməsi məsələ seçki dövründən başlayır. Çünki biz nəyi görürük? Hər birisi, əgər ki, bir ölkədə və bir bölgədə seçkilər saxtalaşdırılaraq xalqın istəyini təmin etməyən bir hakimiyyət qurulursa, xalqın istəyinə uyğun olmayan bir yerini özünü idarə etmə və orada olan insanlar seçilirsə, bu o deməkdir ki, artıq sistemin zəifliyidir və bu sistem xalqın gələcəkdə istəklərini özündə bərpa edə bilməz. Təəssüflər olsun ki, biz dəfələrlə desək də xalqın istəklər, xalqımıza olan və bu xalqın istəklərinə olan münasibət yenə hakimiyyətlər tərəfindən dəyişilməyərək qalır və bu sistematik problem nəinki bizim bölgəmizdə, eyni zamanda Gürcüstanın bütün bölgələrində var. Sistemin problemi ondan ibarətdir ki, hər zaman sistem özlərinə yaxın olan müəyyən insanların çərçivəsində görünüşləri onun üzərində qurulur və idarə etmə sistemi, müəyyən insanların yaxşı həyatı, müəyyən insanların daha çox varlanması, müəyyən insanların daha çox dövlət resurslarından istifadə edərək şəxsi mənafələrinə xərclənməsi deyə bir sistem formalaşıb Gürcüstanda. Bu da ona gətirib çıxardır ki, artıq belə bir sistemin mövcud olduğu halda əhalinin və yerli bölgələrin inkişafı təəssüf olsun ki, mümkün deyil. Biz bugün Marneolini nəzərdə tutsaq görürük ki, bizim hazırda 2026-cı ilin büdcəsi təxmini 100 milyon lariya
qədərdir və çox təəssüflər olsun ki, 100 min lariyə qədər olan bir büdcəsi olan bir munisipalitetin bu gün kəndlərində və şəhərində xırda elementar problemləri başından aşıb. Və bu onun göstəricisidir ki, lazım olan sistem yoxdur və lazım olan sistem əhali üçün düzgün və doğru şəkildə idarə etmə sistemi qura bilmir. Bunun da sonucunda bu problemlərin hamısı gətirib buna çıxardır ki, biz vətəndaşlar olaraq gündəlik həyatımızda çoxlu maneələrlə üz-üzə qalırıq. Maraqlıdır, bəs vətəndaş müdaxiləsi ilə dəyişən hər hansısa bir qərar olubmu? Ümumiyyətlə, qərarların əgər həqiqətən də son dövrlərdə baş verən prosesləri nəzərdən keçirsək, görürük ki, vətəndaş müdaxiləsi hər zaman var. Amma vətəndaş müdaxiləsi olmağına baxmayaraq, çox təəssüflər olsun ki, bugünkü hakimiyyətdə olan müəyyən bəzi məmurlar hər zaman vətəndaşdan müdaxiləsindən və vətəndaşın istəklərindən daha çox siyasi qurum olduğu qurumun, siyasi partiyanın maraqlarını daha çox üstün tuturlar. Amma əgər bir vətəndaşın istəkləri bir dövlət qurumunda daha yüksəkdə durmursa, orada inkişafdan söhbət gedə bilməz. Biz hər zaman göstəririk, dəfələrlə də qeyd etmişəm ki, əgər bir məmur olaraq məmur vətəndaşın və dövlətinin inkişafını istəmirsə, o məmur nə xalqın tərəfindən seçilə bilməz, nə xalq ona qarşı yaxşı münasibətdə ola bilməz. Biz nə istəyirik? Bizim istəklərimiz hər zaman ondan ibarətdir. Bu bölgədə olan bugün bir çox gənclərin, bir çox hətta deyə bilərəm ki, elə bir gənclərdən hakim partiya daxilində da mövcuddur. Bizim istəyimiz şəxsən mən düşünürəm ki, biz bölgəmizin inkişafını istəyiriksə, mütləq şəkildə bölgəmizin inkişafı, dövlətçiliyimiz və eyni zamanda milli və dini dəyərlərimiz də bunun daxilində olmaqla inkişafı bütöv görməliyik. Sadəcə bugün qalxaraq ki, bizim regionumuz inkişaf etsin, milli dəyərlərimiz kənarda qalsın və yaxud da ki, dini dəyərlərimizi tapdalayaq və təkcə milli dəyərlərimizlə regionumuzun inkişafını çatdıraq və yaxud da ki, dövlətçilik maraqlarımız kənarda qalsın. Bax, bunların hamısı əgər birlikdə eyni bir şəkildə, eyni şəkildə baxılaraq düzgün formalaşdırılmasa, bizim regionda inkişaf çox çətin olar və eyni zamanda bu dövrlər ərzində inkişafın geridə qalmasının da səbəbi ondan ibarətdir ki, hər birini nəzərə almayaraq bizim məmurlarımız, dövlət strukturlarımız bu cəhətdən çalışırlar. Xalqın istəyi olmadan heç bir problemin mövcudluğu və problemin həlli real olaraq o vəziyyətdə olur ki, əgər doğrudan da dövlət sistemi düzgün işləyirsə, onda hər bir zaman xalqın istədiyi problemlər həll olunur. Biz təəssüflər olsun ki, gündəlik həyatımızda görürük ki, bax, hər bir kənddən, hər bir qəsəbədən, hər bir bölgədən illərdir xalqın istəyi, tələbləri olunur və hakimiyyətə qarşı səsləndirilən tələblər olur. Çox təəssüflər olsun ki, onlar dinlənilmir və mən bir məsələni də vurğulamaq istəyirəm ki, misal olaraq ki, məsələn, İl ərzində dövlət büdcəsi, bizim yerli özlü idarə etmənin büdcəsi təxmini qeyd etdiyim kimi 100 milyondur və eyni zamanda bununla birlikdə kəndin inkişaf etməsi üçün təxmini 2 milyona yaxın bir büdcə, mərkəzi büdcə ayrılır ki, kəndlərin inkişafında bu məbləğ xərclənsin. Həmin 1 milyon nə qədər məbləğə bizim yerli özünü idarə etmə orqanı, meriya və bələdiyyə kəndlərə gedir və xalqdan soruşur ki, sənin kəndində 20 min lari dəyərində pul ayrılıb, bunun xərclənməsi üçün sizdən soruşuruq, bunu nə edək? İnfrastruktura xərcləyək, ölkədə, kənddə olan küçə işıqlarına xərcləyək və yaxud da ki, nəyə xərcləyək? Bunun üçün soruşuruq, amma təəssüflər olsun ki, 1 milyon yarım pulu soruşuruqsa, 100 milyonu soruşmuruq. Yəni, bu nə deməkdir? Yəni, 100 milyon vətəndaşdan soruşmadan müəyyən bir çərçivədə olan insanlar qərar verir, müəyyənləşdirir ki, 100 milyon nəyə xərclənməlidir, amma 2 milyonu vətəndaşdan soruşuruq. Bunun özü özlüyündə böyük bir çətinlikdir vətəndaşın o büdcəyə çatmağında və bunun özü böyük bir səhv bir addımdır ki, vətəndaşdan yalnız və yalnız ümumi görülən işlərin yalnız 200% soruşulur. Yaxşı olardı ki, bizim vətəndaşlarımız, bizim yerli xalqımız hər zaman seçim edəndə elə bir seçim etməlidir ki, öz yerli idarə etmədə olan o bələdiyyə üzvlərini elə formada seçməlidir ki, hər zaman onların istəyi il ərzində və büdcət bölünən ərzində hər zaman onların maraqları orada öz əksini tapsın. Bəs ümumiyyətlə hansı problemləri həll eləmək daha çətindir? Çox çətin bir sualdır. Müəyyən problemlər var ki, onların həlli
Məsələn, infrastruktur problemləri var ölkədə, yol problemləri var bizim regionumuzda, su problemləri var. Bunların həll olunması bəzən hasaddır, asan bir problemlərdir. Bunu bəzən olur ki, dövlət də belə olmasa, xalqımızın içində elə bir xeyirxah insanlar var ki, onlar həll edirlər. Amma elə bir problemlər var ki, çox illərdir ciddi bir problemlərdir. Məsələn, təhsil sahəsində olan ciddi problemlərimiz var, gənclərin inkişafı sahəsində olan ciddi problemlər var ki, bu problemlərin həlli çox çətindir. Çünki hər zaman bu problemlərin həlli üçün yalnız dövlət qurumları, dövlət, yəni hakimiyyətləri nəzərdə tutmuram, bir çox hakimiyyətlər dəyişə bilər. Yalnız dövlət deyil, eyni zamanda bu prosesdə bizim regionda yaşayan vətəndaşlarımız da prosesə qoşulmalıdır və inteqrasiya problemi var. Məsələn ki, illərdir bizim cəmiyyətdə inteqrasiyamız çox çətin və çox ağır templə inkişaf edən, yəni gedən bir problemdir və bu problemlərin həlli üçün gərək hər zaman dövlət və vətəndaş bir-birini yaxşı tanımalıdır. Dövlət və vətəndaşın arasında bir körpü rolu qurulmalıdır ki, bu problemlər yerindən, kökündən həll olunsun. Bu körpü məsələsində, bu körpü qurmaq isə hər zamanki dövrün hakimiyyətlərindən asılı olan və onların üzərinə düşən bir məsuliyyətdir. Çox hallarda bu məsuliyyəti hakimiyyətlər düzgün və doğru şəkildə öz üzərinə götürə bilmir və həyata keçirə bilmir. Buna görə də bugün mövzu olan problemlər qalmaqdadır və mən düşünürəm ki, ən çətin problemlərdən biri dövlət və xalqın arasında olan körpünün sınmasıdır, düzgün və doğru əlaqələrin olmasıdır, xalqın və dövlətin bir-birinə qarşı münasibətinin və bir-birinə inamının olmasıdır və bu ona gətirib çıxardır ki, bugün belə bir problemlər mövcuddur və həlli çətindir. Sizə ən çox hansı problemlərlə bağlı müraciətlər olunur? Demək olar ki, mən neçə illərdir və daha çox da son dövrlər Marneol Bələdiyyəsinin üzvü olandan çox vətəndaşlar daha çox infrastruktur problemlərindən bağlı müraciətlər edirlər. Daha çox yerli təhsil ocaqlarının yaxşı şəkildə olmasından bağlı müraciətlər olunur və belə bir problemlər daha çox müraciətlər olunur vətəndaşlar tərəfindən. Biz də öz növbəmizdə əlimizdən gələn qədər bu problemləri mərkəzi və yerli hakimiyyətə çatdırırıq ki, onların həllində çalışsınlar ki, vətəndaşın problemi həll olunsun. Çox sağ olun Aqil bəy, suallarımızı cavablandırdığınız üçün və zamanınızı bizə ayırdığınız üçün. Sözün açığında da məqsədimiz budur, mövzulara fərqli baxış bucağından yanaşmaq və dialoq yaratmaq. Növbəti buraxılışda görüşənədək dinlədiyiniz üçün çox sağ olun.